Uşaqlar, tarixi biz burada təbii ki, tarixi məsələlərə toxunmuruq. İbrahim xanın əsərdə mövqeyi mən sizə dedim ki, vətənin qoyub qaçıb da. Vətənin qoyub qaçıb. Və Kələbaş dana deyir. Ağaməhəmməd Şah Qacar İbrahim haqqında deyir, Kələbaş dana deyir. Və burada bu dediyimiz məqamda bunları Şeyx Halı ilə gələn əyyanlara deyir ki, biz deyir buraları tanımırıq, Qarabağı tanımırıq. Siz düşün bizim qabağımıza, bizə Qarabağını göstərin. Qarabağı göstərin, yəni yerləri göstərin. Şeyx Halı ilə bir dəstə əyyan satqınlar bunları dəvət edir, Şah sarayına dəvət edir. Baxın ağa, bunları dəvət edir Şah sarayına. Və Şah sarayına dəvət edəndə burada görək nə göstərilir. Maraqlı məqamlara baxın. Əsərdə göstərilir ki, Ağaməhəmməd Şah Qacarın dəstəsindən olan adamlar var. Adamlardan bir neçəsi, birini indi burada deyəcəm, adı Teymurdur, yəni sizə də Teymur yazır. Görək Teymur kimdir? Teymur Ağaməhəmməd Şah Qacarın dəstəsində döyüşənlərdən biridir. Teymur burada narazılıq edir. Teymur burada narazılıq edir. Teymur narazılıq edir. Teymur deyir ki, burada narazılıq edir ki, deyir bizim dilimiz, əlimiz, dilimiz, tüfəngimiz qan. Qandır deyir bizim. Yorulub bezişmədik deyir vuruşmalardan. Bu nədir deyir? Biz yəni döyüşlərdən bezmişik deyir. Hətta görün nə deyir qarşıda. Qarşıda deyir ki, bax, Teymurun sözünə baxın. Deyir ki, əgər biz deyir, it kimi deyir, ölsək deyir, şahların keyfindən nə azalacaq deyir. Biz deyir, it kimi ölsək deyir, yəni yox ki, ölüb yox olsaq deyir, şahların keyfindən nə azalacaq? Heç nə. Şahlar öz keyfində olacaq. Burada əskərlərdən biri deyir ki, sən deyir, orduya qarşılıq salma deyir. Orduya orada kitabımıza pozğunluq salma yazıblar. Yəni ordunun nizamı pozma deyir də yəni. Orduya deyir, pozğunluq salma. Nizamı pozma. Bir əskər buna deyir. Və deyir ki, əskər buna, bizi deyir, qırıb çatan Eldardır. Teymur da buna haqlı olaraq deyir ki, Eldar deyir, haqlıdır deyir. Eldar öz vətənində savaşır deyir. O onun haqqıdır. Yəni öz vətənini qorumaq üçün savaşırsa onun haqqıdır deyir. Və Teymur və bir neçə adam başlayır, bir neçə adam və digər Ağaməhəmməd Şah Qacarın digər adamlarla savaşmağa başlayırlar. Yəni Ağaməhəmməd Şah Qacarın adamları bir-biri ilə savaşırlar. Teymur və bir neçə adam digər tərəflə savaşır belə deyək. Üzrə gəlirlər, bu vaxtı Eldarın dəstəsi gəlir. Eldarın dəstəsi gələndə Teymur və bir neçə əskər keçir kimin tərəfinə? Eldarın tərəfinə keçirlər. Və Eldar bunları qarşılayır və Eldar deyir ki, qılınca and için. And için ki, yəni bizə xəyanət eləməyəcək. Bunlar and içirlər, Teymur və bir neçə əskər və yenidən döyüş baş verir. Döyüşdə Ağaməhəmməd Şah Qacarın ordusu məğlub olunur. Məğlubiyyətə uğrayır. Və bunun adamları qaçmağa başlayır. Və bu vaxtı təbii ki, Eldar sevinər. Niyə Eldar sevinər? Sevinər ki, məğlub elədi Ağaməhəmməd Şah Qacarın adamlarını. Amma bu vaxtı Ağaməhəmməd Şah Qacar tərəfindən göndərilmiş adam olur. Adı İlyas. Satqın olur. Özü də Eldarın dəstəsində olur. Və İlyas istəyir ki, arxadan bunu güllə ilə vursun. Eldarı. Və birinci güllə atır, güllə açılır. İkincisini atmağa az qalmış Kürd Musa olur, Eldarın dostu. Və Kürd Musa həmin o İlyası öldürür. İlyas kim olur? Yadda sağlayın. İlyas casus. Kimin dəstəsinə girən? Eldarın dəstəsində olan casus olur ki, onu da Kürd Musa öldürür. Və bunlar təbii ki, sevinirlər. Amma bunların sevincin gözlərində qoyan kim olur? Əli bəy. Əli bəy gəlib deyir ki, Eldarın dəstəsinə. Tez olun deyir, meşəyə qaçın. Tez olun meşəyə qaçın. Eldar deyir, niyə? Axı, yəni biz qalib gəlmişik. Ağaməhəmməd Şah Qacarın dəstəsi qaçdı, getdi, məğlub oldu. Niyə getməliyik deyir. Deyir, çünki deyir, səbəbinə baxına, İbrahim xan türkü kimi qaçdı. Xanlıqda qaçıb da, xan qaçdısa, şah getdisə mat olur da, belə deyək. Xan qaçıb gedib deyir. Və Eldar burada deyir ki, onda deyir, biz meşələrə çəkilək deyir. Yaxşı bir ordu toplayaq. Yəni, dəstəmizin sayını artıraq deyir. Yenidən deyir, Qacar bizim gücümüzü görsün. Bax, bununla da əsərimizdə 7-ci şəkil bitir. Və gəldi 4-cü pərdəyə. 4-cü pərdə başlayır 8-ci şəkildən.
Bizə orta məktəb dərsində elə 8-ci şəkil yazmışlar. Orada 8-ci şəklin qarşısına 4-cü pərdə yazarsınız. Gəldik 4-cü pərdə 8-ci şəklə. Göstərilir ki, Qarabağ xanlığıdır, Şuşa qalasıdır, amma Qacarın keyfməlisidir. Aldıq cümləyə aid nümunələr. Qacarın keyfməlisidir. İndi orada məclisi deyək, məclisi dir deməyək, məclisi. Qacarın keyfməlisi aldıq cümlə olması üçün. Və burada Qacardır. Bayaqları belə deyək də, mənə Azərbaycan dilində sual verəndə bu cümləni işlətsiniz. Görək Qacar nədir? Şahlıq taxtında oturur, Qacar bu cümlələri işlədir. Mən Qacar nəsliyəm, şahlar şahıyam. Mən də yer üzünün bir ilahıyam. Qürrələnir özündən. Hiddətlənir bu. Və bu təkəbbür sayılır. Mən də deyir, yer üzünün bir ilahıyam deyir. Bu təkəbbür sayılır, kibir sayılır. Bax, loğalıq sayılır da belə deyək. Və burada xanəndələr olur. Xanəndələrə kinayə ilə deyir ki, məharətinizi göstərin. Görək bir hünəriniz varsa rast oxuyun. Yəni muğamat deyir. Burada xanəndələr başlayırlar oxumağa. Görək xanəndələr nədən oxuyur? Kimdən oxuyur? Xanəndələr Vaqifdən oxuyur. Yəni Molla Pənah Vaqifin qəzəlindən oxuyurlar. Və həmin o qəzəldə Vaqifə müraciət olunur. Baxın, diqqət edin. Bir haşiyə çıxın, baxın. Əsər dramatik növdür. Amma əsər dramatik növ olsa da, əsərdə lirik növə aid janrlar var. Özü də həm əruz vəzinli, həm heca vəzinli janr var. Baxın, ha. Əsərimiz dramatik növdür. İndi nəzmlə yazılıb, burada bir problem bir şey yoxdur. Amma əsərimizdə qəzəl verilir. Kimin dilindən? Xanəndənin dilindən. Kimin şeiridir? Vaqifindir. Vaqifin qəzəlidir və əruz vəzinlidir. Bunu deyir, bunu yadda saxlayın. 4-cü pərdə 8-ci şəkildə. Bunu deyəndə Ağaməmməd Şah Qacar deyir ki, bu Vaqifin adı çəkildi axı. Vaqifin qəzəlidir. Şeyx Hal deyir ki, bəli, Vaqifin qəzəlidir deyir bu. Və Ağaməmməd Şah Qacar özü də təsdiqləyir ki, Vaqif deyir, təhlükəli şəxsdir. Şeyx Hal da deyir ki, düz deyirsə, Satqın da Şeyx Hal tanıyır. Deyir, Vaqif deyir, təhlükəlidir, çox təhlükəlidir. Özü də deyir, qanunları deyir, həqiqət saymır deyir. Yəni qanunlar üçün həqiqət deyildir, həqiqətə uyğun deyildir. Özü də deyir, onun dostu var, dostu da deyir, Eldardır. Bunlar deyir. Ağaməmməd Şah Qacar yenə özü loğalı şəkildə, təkəbbürlü şəkildə deyir. Ağaməmməd Şah Qacar, baxın. Deyir, mən onu deyir, mənə yazdığı cavan məktubundan tanıyıram. Onun deyir, tozunu deyir, mən göyə soxraram. Baxın ha. Deyir, onun tozunu, yəni Vaqifin tozunu, mən göyə deyir soxraram. Onu tez çağırın. Bunlar gedirlər, bunlar çağırmağa, yəni adamları bunun əmr, belə deyək, əmrə tabi olanlar gedir çağırmağa, görək buna deyir. Deyir ki, Qacar, deyir, qoy Vaqif gəlsin, biraz deyək, əylənək deyir. Gülək, əylənək. Kitab cümləsi ha, biraz gülək deyir, əylənək deyir. O bizə deyir, söz çatdıranmaz deyir, yəni bizi bağlayanmaz. Bağlaya bilməzək deyir sözlə. Yəni Ağaməmməd Şah Qacar özündən gör nə qədər loğaldır. Deyir, Vaqif şairdir, bizi bağlaya bilməz deyir. Və bunu deyir, təbii ki, əsərimizin ən, belə deyək də, mükəmməl diyaloqları məhz bu hissədə verilir. Və göstərilir ki, burada Vaqif gəlir, tutulmuş şəkildə də Vaqif gəlir, amma baş əymir, xana baş əymir, şaha baş əymir. Ağaməmməd Şah Qacar deyir ki, buna deyir. Deyir ki, baş əymədiniz deyir. Yox, hökümdarın hüzurundasan. Birinci bunu deyir. Deyir, hökümdarın hüzurundasan. Vaqifə deyir. Vaqif deyir ki, bunu deyir, sizsiz bilirəm, onsuz da deyir, bilirəm mən. Bunu yəni sən demədən, mən bilirəm deyir. Bunu onsuz deyir, bilirəm mən. Deyir, bəs baş əymədin. Yəni, niyə baş əymədin? Əyilməz vicdanım böyük heykəlidir. Yəni, mən vicdanlı şəxsəm, heç vaxt əyilmərəm. Ağaməmməd Şah Qacar deyir, bəs onda zindan necədir? Qaranlıq zindan. Bəli, Vaqif buna cavab verir ki, soyuq məzarada zinətdir insan. Bunu deyir ha. Və Ağaməmməd Şah Qacar buna deyir ki, baxın, buna diqqət edin. Deyir ki, xoşbəxt yaratmışdır səni yaradan. Yaradan Allah mənasında. Bu da ona cavab verir ki,
dünyada qalacaq yalnız yaradan. Yəni yazıb yaradan, öz sözünü deyə bilən adam, nəysə xalqa xidmət edən yaradan burada düzəldən, yaradan, belə deyək də insan mənasında işlənir. Buna cavab olaraq deyir. Məmməd Şah Qacar buna deyir ki, yaxşı deyir, yaxşı deyir. Sənin deyir, bəyəndim ruhunu deyir. Onda bu saray, bu dövlət, bu cəlal, hamısını sənə verirəm. Ancaq bircə şərtim var. Vaqif soruşur ki, şərtin nədir? Yəni, sənin şərtin nədir burada? Deyir ki, fars dilində yazmalısan gərək. Fars dilində yaz. Deməli, bu adam fars dilin, öz dilinə də hörmət qoymayan adam da belə deyək. Sən neyirsən başqası sənin dilində yazsın, başqa şair. Vaqif buna cavab verir ki, mən deyir, bu dağlar oğluyam deyir. Yeri gələndə az-az uydururam deyir. Həm də ki, farsların deyir, özləri böyük şairlər var deyir. Böyük şair, qüdrətli şairləri var deyir. Kimin? Farsların da deyir, qüdrətli şairlər var deyir axı. Bunu deyir buna. Və Vaqif burada baxın, vaxtı ilə bayaqlar dedik də, Xuramanın şöhrətə, mənsəbə necə aldandığını göstərmişdik, demişdik. Burada isə deyir ki, mən deyir şöhrətə, mənsəbə satılmamışam. Yəni, görün, Vaqifə baxın, Məmməd Şah Qacar Vaqifə deyir ki, bu sarayı sənə verirəm, bir dənə farsça yaz. Amma Vaqif deyir ki, mən şana şöhrətə, mənsəbə satılmamışam deyir. Bunların heç birinə satılmamışam. Baxın, burada. Sonra burada vəzirlə bunun diyalogu var, Vaqifin diyalogu var, kəskinliyi ilə seçilir və Vaqifin vəzir buna deyir ki, baxın, ayağı çarıqlı kiçik bir ölkə deyir. Ayağı çarıqlı, bizi üçün deyir o. Ayağı çarıqlı kiçik bir ölkə deyir. Böyük firdosilər yaratdı bəlkə. Buna deyir. Vaqif buna cavab olaraq deyir ki, məşhur misralar, sizin güldüyünüz çoban torpağı, nizamilər, füzulilər yaratmış. Məmməd Şah Qacar deyir. Nizamiyə bax deyir, Füzuliyə bax. Vaqif ona cavab verir ki, bunu nəyə bənzədir? Günəşə bənzədir. Günəşi örtsə də qara buludlar deyir, yenə deyir günəş adlı onun deyir, qüdrəti var. Baxın, buna cavablarına baxın. Vəzir yenə buna belə deyək də ilişir ki, siz deyir, sizin sözlərinizin kəsəri yoxdur. Vaqifə deyir, Vaqif ona cavab verir ki, deməli, danışan, oxuyan bülbüldür, belə deyək, kitab cümləsi, oxuyan bülbüldür, dinləyən qazdır. Yəni, mən bülbüləm, sənsə qazsan. Bunu deyir, baxın, Şeyx də buna tikanlı sözlər deyir ki, sənətdir, tikanlı sözlər deyir, bir sənətdir. Buna da şeyxə də cavab verir. Yəni, Vaqif belə deyək, hamısına, həm Məmməd Şah Qacara, həm vəzirə, vəzirin sözlərini xüsusi əzbəriyin, həm də ki, belə deyək də, Şeyx Aliyə cavab olaraq deyir. Bu vaxtı qapçı gəlir ki, bəs bir nəfər qoca gələn var, bura gələn şəxs var. Görək gələn şəxs kimdir? Yadda saxlayın, gələn şəxs Vidadi olur, dostdur, səmimi şəxs, səmimi dost. Vidadi gəlir və Məmməd Şah Qacara deyir ki, baxın, deyir ki, Vaqifi göstərərək deyir ki, bir böyük ölkənin onda gözü var deyir. Əgər deyir, Vaqif deyir, ölsə deyir, dağlar deyir, belə deyir, ağlayar deyir, olsun deyir. Yəni, onu öldürmə də. Məmməd Şah Qacar deyir ki, o deyir, din düşmənidir, o ölməlidir. Yəni, Vaqif ölməlidir, din düşmənidir. Ölməlidir o. Bu deyir ki, Vidadi deyir ki, buna, bəli, Vidadi buna deyir ki, o deyir, hətta şeir yazır deyir, müəyyən bir şeir yazır da və Allah da çox sevir şeirin səsini. Bunu deyir. Məmməd Şah Qacar cavab olaraq deyir ki, onda deyir, məndən ədalət niyə istəyirsən Vidadiyə? Allahın ədaləti daha çoxdur, ona yalvar, mənə niyə deyirsən? Vidadi deyir ki, siz hökümdarsınız da, ona görə sənə deyirəm. Cavab olaraq Məmməd Şah Qacar deyir ki, onda deyir, mən öldürmərəm deyir. Öldürmək fikrindən əl çəkirəm. Yalnız deyir, yazan əlini bir də həcv deyən dilini kəsəcəm. Həcv sözün keçmisi uşaqlar, bir saray ədəbiyyatında, Qətran Təbrizidə, Xaqani Şirvanidə tənqidi ruhlu şeirlərdir, həcvlər. Bunu yadda saxlayaq. Qəsidənin növü kimdə deyildi. Deməli, deyir, həcv yazan deyir, dilini kəsəcəm. Razısanmı? Təbii ki, Vaqif buna deyir ki, kinayə şəkildə deyir. Razıyam deyir, böyük hökümdar. Buna cavab olaraq deyir. Razıyam deyir, böyük hökümdar. Və
Ağaməmməd Şah Qacar buna deyir ki, Vaqifə, get deyir, saray həyatını büsbütün tərk et. Sənə təklif elədim, sarayı seçmədim. İndi saray həyatını büsbütün tərk et, saraydan uzaqlaş deyir buna. Deyir, saraydan çıx get. Bəli, saraydan deyir, çıx get. Bəs Vaqif nə deyir? Vaqif deyir ki, nifrət, qan çanağı, taclara nifrətdir. Yaşasın azadlıq, bir də məhəbbət. Bunu deyir. Baxın ha, bunu deyir. Və təbii ki, bunu deyəndən sonra burada Ağaməmməd Şah Qacar tapşırıq verir ki, Vaqifi yəni həbsə salsınlar, həbs olunmalıdır. Və buna diqqət edin. Buna diqqət edin, Vidadi görək nə deyir? Vidadi deyir ki, Vidadi Vaqif haqqında deyir. Qızılı örtsə də qara torpaqlar yenə qiymətini özündə saxlar. Baxın ha, yəni bunu qızıl adlandırır Vaqifi. Buna diqqət edin. Və burada Ağaməmməd Şah Qacar qapçı Zülfüqara tapşırır ki, elə ki bir quş uçmasın. Yəni kitabda quş çəkməsin yazır. Yəni quş uçmasın. Quşu bir quş uçurtma deyir də, yəni başından. Buradan keçməsin. Burada həmin bu dediyimiz qapçı Zülfüqar iki başlı güya deyir ki, narahat olma deyir. Mən deyir, bütün gecəni deyir, oyaq qalaram. Yəni narahat olma. Yalandan deyir də, qapçı Zülfüqar deyir Ağaməmməd Şah Qacarı. Və bunu da deyəndən sonra bunu Ağaməmməd Şah Qacar göstərişi ilə Vaqifi həbsə aparırlar və burada uşaqlar bu cümlələrində deyin, bəzən testlərə düşür ki, bu cümlələri kim işlədir? Bu da həmişə eyni sözü yaltaq olan deyən vəzir olur. Vəzir bilir, buyruq sizinkidir, adil hökmdar Ağaməmməd Şah Qacarı deyil. Vəzir burada yadda saxlayın. Ağaməmməd Şah Qacarın vəziridir. Amma şeyxi isə Qarabağın şeyxi idi, şeyxalı. Yəni satqın idi. Və göstərirlər ki, bizdən 4-cü pərdənin 8-ci şəkli də az qalır bitir. Burada göstərilir ki, həmin bu dediyimiz Qacar, hər kəs gedir və o özü tək qalır və baxır ki, canına bir üşütmə düşür. Ağaməmməd Şah Qacarın. Elə bilir ki, deyir ki, elə bir ki, ölürəm. Sonra deyir ki, yoxsa gülürəm, mən bilmirəm. Nəbzin tutur və nəbzin yoxlayır. Deyir, yox, hələ ki, ayaqdıyam, ölmürəm. Yəni, nəbzim atır, belə deyir. Və Ağaməmməd Şah Qacar qılıncını çəkir, amma görür ki, qolları boşaldı. Yəni, qolları qılıncı tutamır. Qılınca dirsəklənir və taqətdən düşür. Və burada 4-cü pərdə 8-ci şəkil bitir. Gəldik 9-cu şəkilə. 9-cu şəkildə 4-cü pərdə 9-cu şəkildə göstərilir ki, deməli, Şuşa qalasıdır. Qayalıqda bir dənə zindandır. Qayalıqda bir zindandır və zindanda da Vaqiflə, deməli, oğlu Əlibəydi həbs olunur. Və artıq sübh tezdəndir, günəş çıxır, yəni çıxmağa başlayır və burada Vaqif divarda şeir yazır. Və şeiri yazandan sonra, yəni həbsxana divarında, şeiri yazandan sonra həmin şeiri oxumağa başlayır oğlu Əlibəyə. Görək nə şeirdir? Uşaqlar, dediyi şeir lirik növə aiddir. Vaqifin yaradıcılığında görmədim müxəmməsidir və yadda saxlayın, mən də sizdən soruşanda deyəcəm, buna diqqət edin, 2 bənd, görmədim müxəmməsindən 2 bənd verilir. Deməli, bunu Vaqif oğlu üçün oxuyur. Və bu məqamda göstərilir ki, Əli bəy atasına deyir ki, ata deyir, sənin deyir dostun var idi, köhnə dostun Eldar, qaçaq Eldar. Bir dənə burada yadımdan çıxar deməyə, uşaqlar, əsərimizin təhlilində yadda saxlayın. Eldarın adı burada bir neçə dəfə çəkildi də, qarşıda da çəkiləcək. Tezcə düşür ki, Eldar əsərdə az görünür, çox. Təbii ki, fikirləşən adam ilk dəfə deyər ki, təbii ki, çox görünür. Amma bizim təhlilimizdə bunu yadda saxlayın. Eldar əsərdə az görünür. Amma xarakter xüsusiyyəti biz üçün tam aydın idi. Və bunu yadda saxlayaq, Eldar əsərdə az görünür. Və burada deyir ki, Əli bəy atası Vaqifə deyir ki, bəs sənin köhnə dostun vardı, qaçaq Eldar, ondan kömək istə, ona yaz, o sənə kömək eləsin. Çünki sən vaxtı ilə onu həbsdən azad etdirmişdin. İbrahim xan onu Eldarı həbs elətdirəndə bu azad etdirmişdi, onu dedim sizə. Və bunu deyəndən sonra Vaqif də razılaşır ki, cibindən bir dənə dəftərçə çıxardır, başlayır Eldara məktub yazmağa. Və burada həbsxanada olarkən Vaqifin yanına
3 şəxs gəlir. Görək bunlar kimlərdir? Diqqətlə bu hissələrə baxın. Birinci gələn gəlin olur, Gülnar. Gülnar gəlir və gələndə, gəlib çatanda qapçının ovucuna pul basır. Qapçının ovucuna pul basır ki, bunu içəri bıraxsınlar da, yoxsa kim bıraxar? Və gəlir buna bağlama gətirmişdi. Həm qaynatasına, həm həyat yoldaşına, deməli, sadiq bir insandır, qorxmayan bir qızdır, mərd bir qızdır. Əsərin sonluğunda görərsiniz ki, bu elə bilin ki, Kitab-ı Dədə Qorqud'dakı qadınlar kimidir. Baxın, buradakı Gülnar, Kitab-ı Dədə Qorqud'dakı bir növ belə deyək də, Qazan xanın yoldaşı kimidir, Burla xatun kimidir. At çapır, yoldaşına görə həbsxanaya da gələ bilər, hər şey gözə almışdır. Və bu gətirib bağlama verir ki, ac qalmayın, bunlara verir. Və bu zaman Vaqif buna məktub verir. Deyir, bu məktubu qoynunda gizlət və bunu Eldara çatdır ki, bizə kömək eləsin. Deyir və Gülnar gedir. Gülnar gedəndə Vaqif, əsərdə göstərilir ki, Vaqif oğlu Əli bəy deyir ki, bax deyir Gülnara, Gülnara bax deyir, aslanın erkəyi, dişisi olmaz. Və bu yadda saxlayaq, Nizami Gəncəvinin İskəndərnamə əsərində Nüşabənin dilindən verilmiş bir, belə deyək də, zərbi bir məsələdir ki, aslanın erkəyi, dişisi olmaz. Burada da kimin haqqında deyir? Vaqif öz gəlini Gülnar haqqında deyir bu cümləri. Və bu gedir və bu gedəndən sonra göstərilir ki, ikinci bir şəxs gəlir, ikinci gələn şəxs Vidadidir. Vidadi gəlir, qapçı Zülfüqar bunu qoymur içəri. Deyir ki, gəlmə deyir, içəri deyir, gəlmə. Yəni, məni görüb öldürə bilərlər. Və içəri gəlmə, amma baxın görən nə deyir? Vidadi deyir ki, qarğış eləyir. Məni deyir, içəri buraxmasan deyir, səni deyir, kör eləsin fələk. Kör etsin səni fələk deyir. Baxın ha. Yəni, qarğış eləyir də deyir, məni içəri buraxmasan kör olasan. Bir növ bizim dillə desək. Və Vidadini Zülfüqar içəri buraxır ki, tez ol deyir. Nə sözün varsa denə. Gəlir Vaqifin yanına, Vaqifə deyir ki, bəs deyir, mən deyir, çox yalvardım. Kimə? Ağaməmməd Şah Qacara. Yəni, mən Ağaməmməd Şah Qacara demişəm deyir, amma mən istəmirəm ki, deyir, səni kimi bir şəxs, yəni, təbii ki, dostu idi də, bunlar səmimi bir dost idilər. Bunlar səmimi dost idilər. Mən deyir, demişəm. Və burada, belə deyək, Vaqif buna öz dostuna deyir ki, mən olsa deyir, ölümdən qorxmuram. Mən ölümdən qorxmuram deyir, sən deyir, geri qayıt deyir. Geri qayıt deyir. Deyir, sən geri qayıt deyir dostuna. Çünki deyir, vidadisi, vətənimiz deyir, vidadisiz qalmasın. Yəni, sən geri qayıt. Amma bu bunun dostu idi. Bu bunun dostu idi. Yəni, bu bura təbii ki, ona görə gəlmişdi ki, nəsə eləsin, amma elə bu deyilən vaxtı Zülfüqar bunu elə məcbur şəkildə elə bunu kənarlaşdırır, buradan uzaqlaşdırır, tutur, aparır ki, yəni məni də öldürə bilərlər, bunu uzaqlaşdırır. Və bu məqamda üçüncü şəxs gəlir, ardıcılığı yadda saxlayır. Və üçüncü şəxs görək kim gəlir? Xuraman gəlir. Bunu ikinci pərdədə demişdik də, Xuraman haqqında ki, Xuraman kimə ərə getdi? İbrahim xana ərə getdi. Xuraman gəlir, Xuraman sözlərinə baxın. Dəhşətli səhnələr, diyaloqlar bu hissədədir. Baxın, Xuraman deyir ki buna, baxın, deyir, Vaqif, ey sərvərim başımın tacı, ey tacdarım, Vaqifə deyir. Vaqif isə buna deyir ki, nə deyirsən ey vəfalı yarım. Burada vəfalı yarım kinayətdir uşaqlar. Vəfalı idi? Yox. Şöhrətə, para dövlətə görə, şöhrətə görə, mənsəbə görə atdı İbrahim xana getdi. Deyir, nə deyirsən ey vəfalı yarım? Və burada Xuraman öz səhvin deyir. Deyir ki, mən şöhrətə uydum, özü deyir. Şöhrətə deyir, uydum deyir. Öz səhvin deyir, ha, mən şöhrətə uydum. Bunu deyir, mən şöhrətə uymuşam. Səhv eləmişəm deyir. Həm səni alçaltdım, həm özüm alçaldım. İbrahim, baxın ha, Xuraman Vaqifə deyir, həm özüm alçaldım, həm səni deyir, alçaltdım deyir. Bunu deyir. Və görək Vaqif buna nə cavab verir? Deyir ki, get deyir, get. Dayanma bir vəfasız kimi. Dünya, yəni vəfasız adlandırır da bana. Get deyir bir vəfasız kimi. Dünya kimi vəfasızdır da. Buna adlandırır. Bax ona. Yəni burada artıq həqiqi mənada deyir.
get, yəni bunu təbii ki, istəyə bilməzdir. Hətta deyir, uzaqlaş deyir. Nə kimi? Bir röya kimi, yəni yuxu kimi. Uzaqlaş deyir buradan. Və Xuraman burada təbii ki, uzaqlaş deyəndən sonra nə edəcək? Xuraman burada uzaqlaşır və bir şeir deyir. Bu şeiri Vaqif eşitir. Və bundan təsirlənir. Bundan təsirlənir, mütəəssir deyirlər də buna. Mütəəssir. Bundan təsirlənir və qapıcıya deyir ki, qapıcı deyir, Zülfqara, deyir o gedəni, yəni o gedən adamı qaytar geri. Baxın ha. Və qapıcı gəlir, deyir ki, Xuraman deyir, yəni qayadan atdı özün Xuraman. Xuraman özünü öldürdü. Və testlərdə də bizə düşən məsələ nədir ki, yadda saxlayın. Vaqif Xuramanı bağışlayır, yoxsa bağışlamır? Yadda saxlayın, bağışlayır. Yəni düz belə deyək də, bağışlamaq istəyir. Bağışlamaq istəyir ki, onu geriyə çağırır, amma özün qayadan atır. Və Vaqif burada bunların eşqinin bitməsinə səbəb zəmanəni göstərir. Yəni bunların eşqinin bitməsini nə göstərir? Zəmanə deyir, bizim eşqimizi məhv etdi zəmanə. Bu nə deyir uşaqlar? Və bizdə də 4-cü pərdə, 9-cu şəkil bunu ilə bitir. Gəldik 5-ci pərdəyə, sonuncu pərdəyə. 5-ci pərdə 2 şəkildən ibarətdir. 10-cu və 11-ci şəkillər. 10-cu şəkili bizə belə deyək də sözlə veriblər, nə söz kimi veriblər? Görək 10-cu şəkildə nələr var? 1. 10-cu şəkildə göstərilir ki, Eldar özünün dəstəsi ilə meşədə gözləyir. Gözləyir ki, kimin dəstəsinə hücum eləyəcək? Ağaməmməd Şah Qacarın. 1. İkincisi, Gürcülər var idi. Vaxtı ilə belə deyək, Gürcü əsirləri qonaq eləyib qaytarmışdı. Şaliko, Tamara. Bu Gürcü qardaşlar gəlib qoşulurlar Eldarın dəstəsinə ki, Eldara kömək eləsinlər. Bunu yadda saxlayaq. Ayrıca bir belə deyək, xüsusi bir ardıcılıqla düşsə, bunları yadda saxlayaq. Sonra göstərilir ki, Gülnar gətirir məktubu. Gülnar gətirir məktubu, verir. Vaqifin yazdığı məktubu verir. Eldara verir. Və Eldar burada eşidir ki, Vaqifi həbsə salıb Ağaməmməd Şah Qacar. Bundan hiddətlənir. Olacaq 3-cü məsələ. 4-cü məsələ yadda saxlayaq. Bir qoca kişi Misri qılınc verir. 10-cu şəkildə danışırım. Misri qılınc verir Eldara. Və burada olan 5-ci məsələdən Eldar dəstəsi ilə hücuma keçir. Qacarın tərəfə hücuma keçir. Gəldik 11-ci şəkilə. 5-ci pərdə, 11-ci şəkili danışıb diqqətlə baxın. Göstərilir ki, artıq gün batmadı, yəni gün batır. 4-cü pərdə, belə 9-cu şəkildə gün təzə çıxmışdı, şeir yazırdı divara, görmədim. Burada isə artıq 5-ci pərdə, 11-ci şəkildə gün batmadadır. İki çoban bir-biri ilə danışır. Qasım və Murad. Qasım və Murad. İki çoban danışırlar. Burada Qasım ney çalırdı, yadda saxlayaq. Və bunlar ikisi söhbət elədikləri məqamda Murad Qasımdan soruşur, bir xəbər eşitmisənmi? Təzə bir xəbər var. Deyir, nə xəbər? Deyir, xəbər ondan ibarət ki, Murad deyir. Qacar deyir, Vaqifi öldürəcək, qətlə yetirəcək, öldürəcək. Bu deyir, ola bilməz, əvvəlcə inanmır Qasım. Sonra soruşur ki, o yazğın günahı nədir? Onun günahı nədən ibarət olub? Bu da cavab verir ki, o deyir, həcb yazıb. Vaqif Qacara həcb yazıb. Həcbi bayaqlar demişdik, tənqidi məzmunlu şeirdir. Ona deməli, bir həcb yazıb, ona görədir. Və burada Qasım təklif görür, Murada təklif görür ki, Murad deyir, sənin səsin yaxşıdır. Sənin səsin yaxşıdır deyir. Sən deyir ondan, yəni Vaqifdən bir dənə şeir denəm. Burada Vaqifdən bir şeir deyir ki, Murad. Baxın, Murad burada dediyi şeir, xumar baxmaq göz qaydasıdır. Misralı qoşmanı deyir, yadda saxlayın. Deməli, burada heca vəznində şeir var. Lirik növə aid heca vəznində şeir var. Xumar baxmaq göz qaydasıdır. Bunu deyəndən sonra burada Qasım belə deyək, qarğış eləyir, deyir, kör olasın, yəni Ağaməmməd Şah Qacarsın deyir ki, o kör olsun ki, yəni belə bir adamı öldürür. Bu vaxtı göstərilir ki, Şeyx Alı və bir neçə adam, bir neçə şəxs, Vaqiflə oğlu Əli bəyi edam yerinə gətirirlər. Edam yeri. Baxın, burada diqqətli olar, edam yerinə gətirirlər.
edam yerinə gəlib çatır. Edam yerinə gəlib çatanda, baxın bu hissəni deyim, baxın bizə vacib olanları. Oğlu bir də atası deyil, yəni Vaqifdir. Vaqif oğluna deyir ki, oğul deyir. Mənə görə səni öldürürlər də, yəni mənim vəzifəmə görə, mənə görə səni öldürürlər. Amma atasına dediyi cümləyə baxın. Deyir ki, sənin deyir, vicdanın günəşdir deyir. Günəşə bənzədir. O deyir, nə qədər bu dünya durduqca, o da həmişə olacaq. Yəni sənin adın bunu demək istəyir. Oğlu atasına demək istəyir ki, sən deyir bir günəş kimisən və əbədi yaşayacaqsan, onu demək istəyir. Oğluna baxına, ölüm anında qorxmur. Oğlu da Əli bəy də cəsur oğlandır. Və bunu deyəndən sonra burada əsərdə göstərilir ki, Cəllad Əli bəylə Vaqifi gətirir və burada Şeyx Halı deyir ki, kəlmə-i şəhadətinizi gətirin. Və burada Vaqif Cəllada deyir ki, bəs mən deyir, oğul qanını görmək istəmirəm. Yəni, əvvəlcə deyir, məni öldür, mən oğlumun qanını, yəni, oğlumun ölməyini görmək istəmirəm. Əvvəlcə deyir, məni öldür. Məni öldür, ondan sonra deyir o. Amma təbii ki, bunlar əzab vermək üçün deyir. Və burada şeyx buna deyir ki, Vaqifə, deyir, nə olub deyir, rəngin saralıb, kinayəli şəkildə deyir. Buna ona cavab olaraq deyir ki, bax deyir, günəş deyir batanda, Vaqif Şeyxaliyə deyir, günəş batanda rəngi saralar, buna deyir. Və bunlar çəkib gətirirlər edam yerinə, bu vaxtı Vidadi gəlir, sadiq dost olan. Vidadi gəlir, deyir ki, bəs mən neçə dəfə yalvarmışam deyir. Ağaməmməd Şah Qacara yalvarmışam. Yalvarmışam. Vaqif də deyir ki, yalvarma deyir, yalvarma o cəllada sən. Hələ baş əyməmişdir bu böyük vətən deyir, ona yalvarma. Niyə ona yalvarmasan? Ona niyə deyir yalvarmasan? Yalvarma deyir. Və bunu deyəndən sonra yalvarma deyir və bu vaxt göstərilir ki, həm təbii ki, Vidadi də öz dostu idi də belə deyək. Vidadi də dostu idi, istəməzdi ki, bunu öldürsünlər, yəni dostun Vaqifi öldürsünlər və bunları çəkib gətirirlər edam yerindədirlər. Edam yerindədirlər, bu vaxtı vəzir gəlir, deyir ki, Ağaməmməd Şah Qacara, Eldarın dəstəsi hücuma keçir, Eldarın dəstəsi gəlir. Və bundan Ağaməmməd Şah Qacar qorxmur, təbii ki, özü, belə deyək də, təkəbbürlüdür. Özü təkəbbürlüdür. Deyir, yox bir basacaqdır gədənin biri, göylərə hökm edən bir hökmdarı. Deməli, göylərə hökm edən bir hökmdar kimi adlandırır? Özünü adlandırır. Deyir, kimdir, deyir o deyir. Bu vaxt göstərilir ki, Cəllad Əli bəyi öldürmək istəyir. Öldürmək istəyir Əli bəy. Bu vaxtı Murad, Çoban Murad, əlindəki ağacla gəlir, cəlladın başına vurur. Bir, burada bu hissələrin arıcılığı yadda saxlayın. Birinci budur. İkincisi, Eldar, onun deməli Şaliko, yəni Gürcü Şaliko, sonra Kürd Musa və bir də ki Günlar at üstündə gəlirlər. At üstündə gəlirlər. Və burada Günlar gəlir, Əli bəyə kömək eləyir. Əli edəndə öz yoldaşına kömək eləyir və bunun əllərini açır və Əli bəy burada nə edir? Əli bəy Şeyx Halını qayadan atır. Qayada saxlayır, bunlar kim kimi öldürməyi də bəzən verilir. Əli bəy Şeyx Halını qayadan atır. Bunu atandan sonra Eldarla Ağaməmməd Şah Qacar qarşı-qarşıya gəlirlər və burada hər ikisi qarşı-qarşıya gəlir. Qarşı-qarşıya gələndə və burada istər-istəməz yenidən əvvəlki pərdələrin birində demişdir. Ağaməmməd Şah Qacar deyir ki, mən Qacar nəsliyəm, şahlar şahıyam, mən də yer üzlüm bir ilahıyam. Görək, Eldar buna nə cavab verir? Eldar da buna cavab verir ki, mən də deyir bir kəndiliyəm, deyir, yeri gələndə şahla savaşıram, şahla üzbərz oluram. Və bunlar döyüşürlər, döyüşmə məqamında elə olur ki, bir ilk olaraq Eldar Ağaməmməd Şah Qacarı yaralayır. Amma sonradan Ağaməmməd Şah Qacarı yaralayandan sonra bunlar arasında döyüş olur və əlindən qılıncı yerə düşür Eldarın. Qılınc yerə düşəndə burada istər-istəməz yenə təkəbbürlənir. Ağaməmməd Şah Qacar təkəbbürlənir. Yəni özündən razılaşır ki, bəs nə oldu deyir buna. Eldar bu zaman qocanın verdiyi Misir qılıncı çıxardır
Və bu da təəccüblənir. Deyir, Misri qılınc Koroğlu belə qeyri-adi işlər keçirdi və Eldar gəlir, Ağaməmməd Şah Qacarı qılıncı yerə salır. Amma yadda saxlayın, Eldar Ağaməmməd Şah Qacarı öldürmür. Ağaməmməd Şah Qacarı öldürən qapçı Zülfüqar olur. Əlində xəncərlə gəlir, bunu arxadan vurur, öldürür. Bax, yadda saxlayın. Deməli, Eldar Ağaməmməd Şah Qacarı yaralasa da, əlindən qılıncı yerə salsa da, amma öldürmür. Onu öldürən qapçı Zülfüqar olur Ağaməmməd Şah Qacarı. Xəncərlə arxadan salır, öldürür. Və bu yerə yıxılandan sonra, baxın, bir neçə cümləmiz qalıb, baxın. Bu zaman qoca kişi gəlir, həmin o qoca kişi ki, torpağı yandırılmışdı, kəndləri yandırılmışdı. Gəlir, deyir ki, burada aslanlar, yəni bu diyarda aslanlar, bu dağlarda aslanlar yatmışdır. Burada Koroğlular at oynatmışdır, bunu deyir. Eldar da gəlir, həmin bu Ağaməmməd Şah Qacarın, belə deyək, meydin üzərində deyir ki, əzildi Şahmarın zəhərli başı, bunu deyir və bundan sonra, tələsməyək, bundan sonra Vidadi gəlir. Vidadi gəlir Ağaməmməd Şah Qacarın üzərinə, deyir ki, budur deyir bizim şiirlər, İran torpağını ləkələyənlər. Yəni deməli Ağaməmməd Şah Qacar öz torpağını da sevən adam olmur, əsərdən söhbət gedir. Nə dilini, nə torpağını sevən adam olmur və Vaqif gəlir dostuna müraciətlə deyir ki, ey Vidadi, gərdişi dövranı kəzrəftara bax. Burada uşaqlar bax şeiri Vaqifin şeiridir, qəzəlidir. Ondan da belə deyək, bir neçə beyt burada işlədir və cəmaat, yəni xalq cəmaat gəlir, məmnun şəkildə həmin bu Vaqifi bu edam yerindən uzaqlaşdırır.